Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bir saylı körpə uşaq evinə gəldi. Tanışlıq zamanı Leyla Əliyevə məlumat verildi ki, bina 1930-cu ildə tikilib və 2 ildən sonra uşaq ev kimi fəaliyyətə başlayıb. Körpələr evi Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə yenidən qurulub. Burada atılmış və imtina edilmiş 4 yaşadək uşaqlar böyüdülür. Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqların yataq otaqlarına baxdı. Onların sağlamlığı ilə maraqlandı. Əsaslı təmir edilən binada körpələrin böyüdülməsi üçün bütün lazımi şərait yaradılıb. Leyla Əliyevanın diqqətinə çatdırıldı ki, hazırda 42 azyaşlının böyüdüyü körpələr evindən ayrılan uşaqların əksəriyyəti övladlığa verilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaqların bayram şənliyinə də qatıldı. Onlara hədiyyələr təqdim etdi. Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xətai rayonundakı 3 saylı uşaq evinə gəldi. Hoş gelmişsiniz. 3 saylı uşaq evinin sakinləri Leyla Əliyevanı coşqu ilə qarşıladılar. Uşaq evinin direktoru Məhbubə Hüseynova Ulu Öndər Heydər Əliyevin adını daşıyan, onun ideyalarını və xeyirxah əməllərini yaşadan fondun uşaq evinin sakinlərinə göstərdiyi qayğıdan danışdı. 85 uşağın yaşadığı bu müəssisəyə hər cür diqqət göstərilir. Fondun təşəbbüsü ilə uşaq evi üçün Buzovna qəsəbəsində yay sağlamlıq istirahət düşərgəsi tikilərək onların istifadəsinə verilib. Sonra Leyla Əliyeva uşaqların hazırladığı yeni il proqramına tamaşa etdi. Bayram havasında olan balacalar yolka ətrafında dövrə vurub bir-birindən maraqlı mahnılar, şux rəqslər təqdim etdilər. Heydər Əliyev Fondunun bayram hədiyyələri isə onların övqatına daha da şuxluq qatdı. Leyla Əliyeva müəssisədə yaşayan uşaqların vəziyyəti ilə maraqlandı. Qeyd olundu ki, burada uşaqların yaşayışı, asudə vaxtlarının səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Uşaqları yeni il münasibətilə təbrik edən Leyla Əliyeva onlarla xatirə şəkli çəkdirdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Suraxanı rayon 2 saylı uşaq evində yeni il münasibətilə təşkil edilən bayram tədbirinə də qatıldı. Uşaq evinin sakinləri Leyla Əliyevanı böyük sevinclə qarşıladılar. Heydər Əliyev Fondu digər uşaq və internat evlərinin olduğu kimi bu məsələni də daim diqqətdə saxlayır. Uşaq evində 3 yaşdan 18 yaşadək ümumilikdə 131 uşaq var. Onların təlim tərbiyəsi ilə 78 pedaqoji və texniki işçi məşğul olur. Fondun dəstəyi ilə uşaq evi üçün 2006-cı ildən 200 nəfərlik yeməkxana inşa olunub. Bundan başqa Heydər Əliyev Fondu müxtəlif illərdə uşaq evinə 2 nəqliyyat vasitəsi, televizor, kompüter və digər zəruri avadanlıqlar hədiyyə edib. Fondun dəstəyi ilə Suraxanı rayon 2 saylı uşaq evinin sakinləri ölkədə keçirilən müxtəlif bayram tədbirlərində və şənliklərində iştirak ediblər. Həmçinin beynəlxalq yarış və müsabiqələrə qatılaraq yüksək nəticələr qazanıblar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yeni il bayramı münasibətilə bu uşaq evinə gəlişi və uşaqlara yeni il hədiyyələri verməsi fondun gələcəyimiz olan uşaqlara göstərdiyi dəstəyin ardıcıl xarakter daşıdığını nümayiş etdirir.